Salamlar. Ну, я хочу сказати, що Demək istəyirəm ki, birinci, mən Neftçiyə gələndə bir arzum var idi ki, komandanı yuxarı qaldırım. Yəni, elə bir nəticə alım ki, ən azından komanda konferans liqada, yəni minimum orada oynasın. Bu arzu hələ də mənimlə qalıb. Bunun üçün çox şeylər edirik. Mən çox istəyirəm ki, buna biz nail olaq. Mən öz uşaqlara, futbolistlərə çox inanıram. Gözləntilərim çoxdur. Onlar da eyni arzudadırlar. Neftçiyə gəldikdə isə bu bir tarixi klubdur. Mənim çox xoşuma gəlir. Və mən çox yüksək bir səviyyədədir. Mən qorxmadan deyirəm ki, Ukraynada Dinamo və Şaxtyor kimidir. Bunu da demişəm. Futbol çox maraqlıdır. Bilmirsən ki, nə gözləyəsən bu futboldan. Hər bir komanda həm uda bilər, həm uduza bilər. Ona görə də maraqlıdır ki, mən buraya gəlmişəm və Allah mənə bu işi veribdir. Belə deyək.